Abituriyentlər 26 nömrəli sualın izahını təqdim edirik. Ucqar nöqtələr verilib və onların aylar üzrə həmən ərazidə hakim olan hava kütlələri verilib. Biz doğru sıraları müəyyənləşdirməliyik. İynəburnu Afrikanın ucqar cənub nöqtəsi subtropik qurşaqda yerləşir. Subtropik qurşaqda qışda mülayim, yayda tropik hava kütlələri hakim olur. Cənub yarımkürəsində yanvar ayı yay fəsildir. Burada tropik hava kütlələri hakim olacaq. İyul ayı qış fəsildir. Burada mülayim hava kütlələri hakim olacaq. Doğrudur. Mariato burnu Şimali Amerikanın ucqar cənub nöqtəsi şimal subekvatorial qurşaqda yerləşir. Burada yanvar ayı qış fəsildir. Qış fəslində tropik hava kütlələri hakim olur subekvatorial qurşaqda. İyul ayı yay fəslidir. Yay fəslində isə ekvatorial hava kütlələri hakim olur. Doğrudur. Ucqar cənub-şərq burnu Avustraliyanın ucqar cənub nöqtəsidir. Cənub subtropik qurşaqda yerləşir. Yanvar ayı burada yay fəsli olduğuna görə burada tropik hava kütlələri hakim olmalı idi. İyulda isə mülayim hava kütlələri hakim olmalı idi. Yanlışdır. York burnu burada cənub subekvatorial qurşaqda yerləşir. Yanvar ayı cənub yarımkürəsində yay fəslidir. Burada ekvatorial, iyulda isə tropik hava kütlələri hakim olmalı idi. Yanlışdır. Meyçison burnu subarktik qurşaqdadır. Subarktik qurşaqda qışda arktik, yayda isə mülayim hava kütlələri hakim olur. Yanvar ayı şimalda qış fəsli olduğuna görə burada arktik, burada isə mülayim hava kütlələri hakim olmalı idi. Yanlışdır. Doğru cavab 1 və 2.